Tax. Və başlayaq. Məncə başlaya bilərik. Artıq bismillah eləyək. Bismillah. Dostlar, hər birinizi salamlayıram. Mən Tur Menecer Ol təlim mərkəzindən Aynur Əlləzova. Bir çoxunuzla şəxsən tanışıq, bəzilərinizlə üz-üzə görüşməsək də yəqin ki, tədbirlərdə, turizm tədbirlərində görüşürük. Növbəti webinarımıza başlayırıq. Bugünkü webinarımızın rəhbəri olacaq Elçin bəy, Elçin Yolçuyev. Əslində BTB Tur şirkətində yeni fəaliyyəti başlasa, uzun müddətdir ki, fəaliyyət göstərir. Öz fəaliyyəti barədə də informasiya verəcək. Həmçinin sizi BTB sistemindən tanış eləyəcək. Ümumiyyətlə, BTB Tur şirkəti ilə tanış eləyəcək. Buyurun Elçin bəy, başlayaq. Söz sizdədir, hə? Təşəkkür edirəm, Aynur xanım. Deməli, dəyərli həmkarlar, ilk növbədə mən uzun müddətdən sonra aranızda olmaqdan böyük qüram. Biraz həyəcanlı olmağıma baxmayaraq çalışacağım bu webinarı gözəl bir şəkildə və çox da tutmayacağım sizi. Faydalı olmağa çalışacağım yəni sizlər üçün. Bir çoxlarınız mənə tanıyırsınız. Mən əvvəllər illərlə Avionics Travel'ın, tur operator Kompas'ın satış rəhbəri olmuşam. O zamanlar sizlərin göstərdiyi dəstəyiniz sayəsində bir çox uğurlara imza atmışıq. Hal-hazırda BTB Tours, yəni BTB Tours deyək də düzgün, Buy the Best şirkətin MDB ölkələr üzrə satış rəhbəriyəm. BTB Tours əslində Azərbaycan bazarında çoxdandır var. Yəni bəziləriniz bilir bunu. Yəni bizim belə deyək də, indi mən fərqliliyimiz barədə istəyirəm sizə danışım. BTB Tours üçü birində bir şirkətdir. Yəni həm beynəlxalq DMC-dir. Türkiyədə, İstanbulda, Katarda, yenicə biz girdik Katar bazarına, Birləşmiş Ərəb Əmirliklərində, zaten bizim mərkəzimiz Birləşmiş Ərəb Əmirliklərindədir. Yəni 2016-cı ildə, gələn il artıq 10 ilimizə giririk, yubiley inşallah. Biz fəaliyyət göstəririk və ilk ofisimiz, mərkəzimiz Dubayda qurduq bizim. Sonra Misirdə biz DMC, yəni bu 5 ölkədə biz deyək. İkinci tərəfimiz odur ki, biz tur operatoruq. Azərbaycandan hal-hazırda düzdür, bizim blok charter yerlərimiz yoxdur hələ ki, dinamikadır, QDS-dir. Amma Türkiyənin bir çox şəhərindən bizim charter blok yerlərimiz mövcuddur. Müxtəlif hava yolları ilə DMC, ən az DMC olduğumuz istiqamətlərə və Mərakeş kimi, belə deyək də, Yunan adaları kimi o istiqamətləri də mövcuddur. Yəni tur paketlərimiz sistem üzərindən göstərəcəm sizə. Üçüncü olaraq isə biz wholesalerıq. Necə ki, başqa bildiyiniz B2B online sistemlərdəki kimi, siz bizim sistem vasitəsilə də bütün dünya üzrə otelləri, aviabiletləri, transferləri, hər şeyi bir neçə kliklə rezervasiya edə bilərsiniz. Yəni, zaten elə bir partnyor, elə bir sistem, elə bir operator, belə deyək də, yoxdur ki, hər zaman ən münasib qiyməti təklif etsin. Yəqin bununla razılaşarsınız. Elə bir şey olsaydı, mən bu dəqiqə Maldivlərdə istirahət edirdim. Yəni, rahat, hamısı olsa məndən asılıdır, yəni ki, satışım gedir. Okay. Müqayisə etmək lazımdır təbii ki, hər zaman. Ona görə də biz də, yəni mən öz təcrübəmi nəzərə alaraq, bir çox təbii ki, supplierları bilirəm, beynəlxalq, global, yəni wholesalerları və onları biz getdikcə əlavə edirik bizim sistemimizə. Mən ona görə hər birinizdən, yəni ümumiyyətlə, bu hal-hazırda burada olanlardan, sabahsın bu webinara indi baxacaq insanlardan xahiş edirəm ki, hər zaman mütləq bu sizin qazancınıza təbii ki, təsir edəcəkdir. Həm də ki, güvən baxımından, yəni mən olduğum yerdə yəni güvən sorunu yoxdur, yəni çox şükür. Buna əmin ola bilərsiniz. Ümumiyyətlə BTB Tours dediyim kimi, yəni çətin zamanlarında
da heç bir şirkəti heç vaxt pis vəziyyətdə qoymurdur. Buna yəni hər kəs şahidlik edə bilər, Aynur xanım başda olmağına yəni. Dediyim kimi, ona görə də hər zaman qiymətləri müqayisə etmək lazımdır və nəzərinizdə saxlayın. Mən istəmirəm ki, biz fokuslanaq bizim ancaq DMC olduğumuz istiqamətlərə. Hansı ki, dedim, bu Birləşmiş Ərəb Əmirlikləridir, Misirdir, Qətərdir, yəni Azərbaycanı saymırıq da, yəni zaten buradayıq. Digər bölgələrdir. Məsələn ki, mən az öncə qəşəng sorğuladılar ki, nə qəşəng qiymət verirsiniz Səudiyyə Ərəbistanda. O gün oldu Avropada, dedilər, nə yaxşı qiymətləriniz var. Ona görə bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, hər zaman yoxlamaq lazımdır, hər zaman müqayisə etmək lazımdır. Və dediyim kimi, mən digər supplierlarda, qlobal olan supplierlarda əlavə edirəm və o nə deməkdir? O deməkdir ki, qiymətləriniz daha da yaxşı olacaq. Sadəcə olaraq, indi inşallah motivasyon proqramlar da edəcəm mən ki, sistemə alışdırım sizə, belə deyək, hər birinizi. Sonuçta agent sistemə alışmalıdır. Onun üçün də bir motivasiya olmalıdır təbii ki. İnşallah onu da təzyiqləyib biz edəcəyik. Belə, yəni fərqliliyimiz üçü birində olmağımızdadır. Dediyim kimi, həm DMC, həm tur operator. Özü tur operator, indi mən sizə göstərəcəm o məhsullarımızı. Bir çox istiqamətdə bizdə orada nəzərə alın ki, otellərlə birbaşa kontraktlarımız o heç. Öz transportumuz, BTB Tours logosu ilə. Öz bələdçilərimiz, türk dilli bələdçilərimiz, yüksək səviyyəli, yəni xidmət göstərirlər. Özü də türk dillidirlər. Təbii ki, digər dilləri də bilirlər. Türk dilinə mən niyə fokuslanıram? Yəni ki, bizim bəzi indi belə deyək də vətəndaşlarımız üçün bu daha rahatdır, yəni daha komfortdur yəni. Və o şəhər turu genəldə orada daxil olur, free olaraq yəni turlarda. İndi bunların sizə göstərəcəm bir-bir. Fərqliliyimiz əsasən İndi gəlin mən sizinlə ekranımızı paylaşım, ekranı paylaş. Tak. Paylaş. Ekranımı hər kəs görür də, yəni hal-hazırda. Görürsən bir də. Bəli, görünür ekran. Aha, çox gözəl. İndi hər birinizin öz login parolu olacaq. Misal üçün girəcəksiniz öz login parolunuzla bu şəkildə. İndi ümumi olaraq belə bir səhifə açılacaq. Uçaq bileti tüm dünyada, yəni bütün istiqamətlərə uçaq biletidir. Gediş, dönüş, tək yön, otel, tur, transfer, vize biz ancaq Birləşmiş Ərəb Əmirliklərinə vize dəstəyi göstərir. Bizim Azərbaycan vətəndaşları üçün buna gərək yox. Amma misal üçün Türkiyə vətəndaşı olarsa, yəni bizə yəni sistem vasitəsilə tələb göndərir. Gəmi bu kruiz turlardır. Qrup tələbi bu əgər misal üçün 10 və daha üzəri sorğu gələrsə, burada rahatlıqla girib baxa bilərsiniz. Bunları bir-bir göstərəcəm sizə. Gəlin indi keçək misal üçün. Uçaq bileti elə bir şeydir ki, çoxları sistemdən çox az yazdırır. Yəni B2B online sistemlərdən bu uçaq biletləri. Amma yenə də belə bir opsiyon var burada, nəzərinizdə olsun. Gəlin keçək otellərə. Otellərdə bizdə sistem belədir ki, otelin adını dəqiq yazmalısan ki, o çıxsın. Ya otel adı, ya şəhər adı, ya ölkə adı olaraq yəni çıxır. Misal üçün İstanbul qeyd etsək, İstanbul bu şəkildə. Tarixləri misal üçün bir dəqiqə. Belə. Deməli, tarixləri deyək ki, 13 girər, 3 gecə. Vətəndaşlığı da burada dəyişir. Bilirsiniz, vətəndaşlığı dəyişdirdiyiniz zaman qiymət də dəyişə bilir. Ona görə də belə şeylərə fikir verin. Misal üçün Azərbaycan vətəndaşını qeyd edirik. Və otel ara tıklayırıq və gözləyirik. Yüklənənə qədər tam yüklənsin ki, ümumi olaraq
nə qədər biz bu tarixlərə otel təklif edə bilirik. Deməli, ümumi olaraq 3326 otel bulundu bu tarixlərə. Baxın, önərilən, yazılan otellər, bunlar bizim birbaşa müqaviləmiz olan otellərdir. Nəzərə alın bunu. Yəni, haradakı önərilən gördünüzsə, bu bizim birbaşa olan otellərimizdir. Yəni, kontraktda olan otellərimizdir. Bu arada, burada, yuxarıda, bu hissədə kimə rahatsa, yəni rus dilində, Azəricə, yəni istənilən dili istifadə edə bilərsiniz burada bu şəkildə. Bir dəqiqə. Deməli, burada ulduz filtrlərə baxaq. İndi misal üçün, ulduz kateqoriyasına görə sırf misal üçün 5 ulduzları saxlayaq. Misal üçün, bölgələrə görə harada istəyirsiniz, Sultanahmet falan bölgəsində və ya ki, Kadıköydə. Pansiyona görə, yəni bu şəkildə, yəni burada filtr edə bilirsiniz. Deyək ki, istənilən bir oteli seçək, misal üçün, detaylı göstər. İndi sistemin sürəti ilə bağlı da işlər gedir, yəni daha da sürətli olacaqdır gələcəkdə. Burada sırf konkret oda tipi lazımdırsa, buradan seçə bilirsiniz. Bax, burada seç, oda seç bölümündən. Pansiyon sırf misal üçün BB versin sizə. Görürsünüz, hamısı dəyişdi, BB oldu. İadə ediləməz, iadə edilə bilir, yəni refundable, non-refundable. Bunu da bu şəkildə seçə bilirsiniz burada. Bundan sonra nə edirsiniz? Satın al keçirsiniz. Əsas məsələ ödənişlərlə bağlı. Necə ki, digər B2B online sistemlərdəki kimi pay by card edirsinizsə, yəni kartla ödəniş edirsinizsə, eyni bu şəkildə də bizim sistem vasitəsilə ödənişləri, rezervasiyanızı edə bilirsiniz rahatlıqla. İstənilən zaman. Misal üçün, toplam qiymətdir. Müştərinin adı, soyadlarını girirsiniz, yəni bütün detaylarını girirsiniz. Rezervasyon not varsa, ekstra not varsa, misal üçün, üst mərtəbə olsun, mütləq twin bed olsun və s. Bunlar təbii ki, qarantiyalı, özünüz də çox gözəl bilirsiniz. Bunlar qarantiya verilmir, amma ən azından otelə bu bilgi gedir, yəni. Buna görə heç şübhəniz olmasın və müsaitlik əgər olarsa, təbii ki, biz də bunun üçün lazım olan dəstəyi göstəririk. O zaman o müştəriyə təklif olunacaqdır. Yəni, firma referansı, yəni şirkətinizin adını sadəcə olaraq qeyd edirsiniz və ödənişi həyata keçirirsiniz. Refundable olan tərəf, refundable əgər olarsa, orada ön rezervasyon var. Yəni, vaxtınız, belə deyək, burada əgər siz takip etməlisiniz təbii ki bunu, yəni refundable tarixini, avtomatik olaraq cərməsiz rezervasiya ləğv olunur. Yəni, bunu nəzərə alın. Əgər deyək ki, qaçırsanız da birdən əgər ödəməni. Bu da nəzərinizdə olsun. Misal üçün, otelin adın konkret olaraq bəzən elə olur ki, misal üçün da, deyək ki, Rixos, Doxada Rixos Gateway'in otelini bilirsiniz də, yəqin çoxunuz. Doxada olan. Hansı ki, dünyanın ən böyük akvaparkı olan. Burada misal üçün, bunu otel qismində bu şəkildə yazsanız, çıxası deyil. Amma tam adı necə gedirsə, misal üçün, Google'da da rəsmi adı necə gedirsə, misal üçün, Rixos Premium. Dəqiqə.
Bir dakika. Şimdi hem internetim gelmiyor ki. Ha. Gördünüz burada bakın. Yani otelin adını tam şekilde qeyd etmək lazımdır ki, o otel sırf çıxsın. Yəni bəzən olur ki, sizdə bu oteli tapa bilmədiyimiz üçün. Çünki otelin adını tam yazmaq lazımdır, yəni. Bir dəqiqə, buradan çalışıyorum. Tamam. İşte burada. Eyni şəkildə vətəndaşlığa fikir veririk. Otel arayırıq. Və sırf bu otel çıxacaq, yəni. Amma bu kriterlərə aid sonuç bulamadı. Yəni bu tarixlərdə ola bilsin artıq stop sayılır deyə otel çıxmadı. Tamam. Yəni otel qismi tamam mı? Mənə bir geri dönüş etsəniz. Həmkarlar müsbət qoya bilərsiniz. Tamam, əla. Yəni burada çətin bir şey yoxdur. Yəni başqa sistemlərdəki kimi yəni rahatdır. Sadəcə olaraq dəqiq olaraq tam adları qeyd etmək lazımdır. Tamam. O zaman keçirik biz bizim dinamika turlarımıza. Dinamika dediyimiz yəni CDS paketləri. Misal üçün git veririk. Bu arada bu başqa şəhər də ola bilər. Müştəriniz misal üçün başqa şəhərdən də gedə bilər. Ən az DMC olduğumuz istiqamətlərə rahat dinamikaya baxa bilərsiniz. Deməli, burada deyək ki, Dubai seçək. Nə olsun? Hansı otel olsun? Olsun. Bugün misal üçün sorğu gəlir bu otelə, Gevura oteli olsun. Qalxış tarixi deyək ki, 13 Kasım olsun ki 3 gecəlik olsun. Vətəndaşlığı dəyişirik. Burada Azərbaycan edirik. Bu şəkildə. Burada otel adı qeyd edirik. Qalxış tarixi, neçə gecə istəyirsiniz, vətəndaşlıq və paket ara düyməsini tıklayırıq. Bilmirəm, yəqin mənim internetimdə də yəqin bu biraz var elə bir. Biraz sanki gec açır sistem. Bir dəqiqə. Açıldı. Açıldı. Bu. Deməli, açıldı. Çok güzel. Bir dəqiqə. Bura gəlirik. Deməli, burada otelimizin adıdır. Burada hava yoludur. Bu da bizdə CDS, yəni dinamik turlarda adətən individual transfer olur. Yəni daxil, qrup deyil yəni. Bunu nəzərə alın. Buradan, misal üçün, deyək ki, Fly Dubai ilə gelmək istəmir müştəri. Misal üçün, Zöhrabın qullaqlarından iraq. Deməli, deyək ki, istənilən hava yolunu seçmək olar. Bu şəkildə. Gediş, burada da dönüş. Bagaj daxil. Misal üçün, bir dəqiqə. Yəni, hansı hava yolu artıq Dubaya uçursa,
onu bizim sistemdən seçmək mümkündür. Yəni burada sadəcə olaraq 2 hava yolu qeyd olunub. Fly Dubai ilə Azərbaycan hava yolları. Deməli, oteldir. Bəzən əgər baqaj seçmək mümkün olmursa, onda yəni sistem əgər texniki olaraq vermirsə bunu, siz mənə yazın o zaman, mən onu həll edərəm. Və bu qiymət $1750. 52 individual transfer, otel daxil qiymətdir. Bu netto qiymətdir. Nəzərinizdə olsun. Dinamik turlarımızda, yəni CDS turlarımızda, otellərdə, transferlərdə, aviabiletlərdə, bu dinamik turlarda, bunlarda hamısında netto qiymətlərdir. İndi mənim keçəcəyim charter blok turlarda isə Türkiyədən çıxışlı. Orada artıq komisyon daxildir. Bunu nəzərə alın, yəni bu çox vacibdir. Bu dediyim kimi netto qiymətdir. İstənilən komissiyanızı üzərinizə qoyub satışınızı edə bilərsiniz. Satın ala keçdikdə isə yəni eyni məlumatları diqqətlə doldurursunuz, diqqətli olun. Ödənişi də pay by card, yəni kart vasitəsilə edərək bu tur paketi necə deyərlər, əldə etmiş olursunuz. Bu dinamika turla bağlı belə deyək də sizə göstərdim. Burada aydın olmayan bir şey var mı? Yox, transfer dinamik tur paketlərində transferi xeyr. Orada yəni asır. Ondan sonra onda elə belə deyək də ateli ayrı alın, yəni bileti ayrı. Yəni bu sırf paketə bu şəkildə yüklənib deyə onu orada ləğv etmək mümkün deyil, yəni transferi. Dinamik tur paketi aydın oldu mu hər kəsə? Çətin bir şey yoxdur əslində. Əslində sistemdir, yəni yeni olduğu üçün biraz necə deyərlər, işləsəniz üzərində. Zəhra xanım söz almaq istəyir. Buyurun Zəhra xanım. Əlin tamam. Yəni ki, dinamikdə hər şey okeydirsə, keçək bizim əsas məhsullardan biri olan, hansı ki, komisyon daxil və çox maraqlı olan tur paketlərimizə. Tur paketlər. Deməli, burada uçaq bileti, otel, tur. Turlar paketlər, girilir. Burada tarixi falan heç nəyi seçmək lazım deyil. Sadəcə olaraq tur ara düyməsini tıklayırsınız. Ümumi olaraq hal-hazırda aktiv 380 tur var. İndi bunlar nədir? Burada var uçaqlı turlar, avtobuslu turlar, var ekskursiyon turlar, misal üçün, hansıda deyək ki, Dubaydasınız, deyək ki, safari turu istəyirsiniz, sırf ancaq. Belə turlar da var. İndi deyək ki, misal üçün, kalkış noktaları var burada. İstanbul'dan kalkış ilə Ajet ilə Şarm-el-Şeyh 3 gecə turu var misal. İstanbul Bakü yəni şehir turu daxil. Sonra çox üzr istəyirəm Elçin bəy. Mikrofonları bağlayaq zəhmət olmasa Zahra Aliyeva. Bəli, mən də onu deyəcəkdim. Zəhmət olmasa. Tak, tamam, devam edək. Bir dəqiqə. Bir dəqiqə. Deməli, hansı bir tura girək? Mısır turları. Misal üçün, kalkışı bıraxaq, hələ buradan misal üçün Mısır turlarına girək, baxaq ki, biz nə təklif edirik. Bax, çox maraqlı belə bir tur var. Çox maraqlı bir məhsuldur. Bizim məhsulumuz Çukurova hərəkətdir. Yəni, Çukurova Mersindən elə bir ki, Antik Mısır üçgeni
Yəni bir turda 3 şəhəri görəcək müştəri. Fərqli bir turdur bu. Burada girirsiniz, baxırsınız. 2 nəfərə olan qiymətdir bu. Otel optionları var burada. Bu Hurqada, Qahirə və Şarm-el-Şeyx turudur. Üçü birində. Burada misal üçün qeyd olunub detaylar. Saat neçədə qalxır, hansı reysdir, neçədə enir. Və bütün tur proqram burada qeyd olunur ki, varış saatı. Burada baxın, bu keçən dəfə bir agent məndən soruşub ki, bəs sizdə qrup turlarıdır. Xeyr, bizdə belədir ki, yəni bəzi istiqamətlər var ki, bəzi məhsullar var ki, bəli, qrup turu kimi gedir. Yəni ki, amma orada misal üçün bu maraqlı bir turdur da. Burada Hurqadadır, Qahirədir və Şarm-el-Şeyxdir. Yəni bizim aracımızdır, bizim bələdçilərimizdir. Yəni və orada elə günlər olur ki, sərbəst zaman verilir, yəni müştəriyə. İstəsə hansı bir ekskursiya qatıla bilər, istəsə oteldə istirahətini edə bilər, istəsə özü, yəni öz istirahətini istədiyi kimi edə bilər, yəni burada məcburi deyilən bir şey yoxdur, yəni. Bunu yəni vurğulamaq istəyirəm. Burada aşağı lap sonuçta bu detaylara ümumiyyətlə girərsiniz, bir-bir baxarsınız, yəni ki, proqram üzərinə daxildir, nə daxil deyil. Sonuçta ən aşağıya giririk və bura fiyata daxil olan xidmətlər, fiyata daxil olmayan xidmətlər qeyd olunur. Yuxarı qalxırıq. Misal üçün deyək ki, komissiyona gəlmək istəyirəm. Deyək ki, bunu satın al. 1498 bu bizim brutto qiymətimizdir. Komisyon bu sistemdə nəsə mən öz belə deyək də logilimlə girmişəm deyə məndə o çıxmadı. Sizdə burada yəni komisyon qeyd olunacaq. Onu ən azından vurğulayım. Sizdə burada komisyon qeyd olunacaq ki, sizdə adətən 10-15% arası dəyişir tur paketlərimizdə komisyon. Yəni bu nəzərinizdə olsun. Bir dəqiqə. Misal üçün. Burada misal üçün gün sayına görə seçə bilirsiniz ki, müştəri neçə gecə. Bilirsiniz, bu turlar ki var bizdə, charterlı blok turlarımız. Misal üçün elələri var ki, deyək ki, Ankara hərəkətli, Şarm-el-Şeyx turu 3 gecə. Deyək ki, burada konkret müştəri bir dəqiqə qayıtım, uçur Şarm-el-Şeyxə və istəyir qatıla bilir ekskursiyalara, yəni orada bizim bələdçimiz yaxınlaşır, müştəri ilə görüşür, onlara ekskursiyalar təklif olunur. İstəyirsə qatılır, istəyirsə qatılmır, yəni oteldə öz istirahətinə davam edir. Yəni heç bir şey məcburi deyil, yəni bunu vurğulamaq istəyirəm. Amma elə turlar var ki, orada artıq üçü birində, dördü birində turlardır. Yəni o artıq qrup turu kimi gedir, yəni bəli. Maraqlı bir tur proqramdır. Yəni və əlavə heç bir şeyə, yəni belə deyək də, ödənişə ehtiyac olmur. Yəni transferə, oteldə gecələməyə və s. Yəni zaten hər bir turun içərisində, yəni girdiyiniz zaman orada sonda aşağı sürüşdüyünüz zaman qeyd olunur. Yəni hansı xidmətlərimiz daxildir, hansı xidmətlərimiz daxil deyil. Deməli, bir dəqiqə mən nəyə baxmaq istəyirdim? Tarixlər, misal üçün, bu deyək ki, 6 noyabrda da bu, misal üçün, bu İstanbul hərəkətli AJT ilə Şarm-el-Şeyx turu. Bunlar hamısı bizim charter, blok turlarımızdır. Siz burada başqa tarixləri seçə bilərsiniz bu şəkildə. Misal üçün, son 4 yeri var. Bu yer məsələsi də burada qeyd olunur, yəni nəzərə alın. Misal üçün, 10 belə deyək, 10 ya da ki 10 yerdən aşağı oldusa artıq o qeyd olunur. Son 4 yer, son 9 yer və belə yəni bu şəkildə.
ta marta qədər yüklənib. 19 marta qədər yüklənib bizdə proqram. 3 gecə istəyirsə misal üçün müştəri. Feribot ilə, yəni gəmi ilə Kos adası turu Yunanistan'a daladı bu. Pegasus ilə Ankara misal üçün. Peki buna gerek. Talep et. Burada on request. Talep et gördüğünüz zaman o on request gelir yani. Artıq başqa turu seçməlisiniz. Ya da ki bizə sırf əgər bu turu istəyirsə müştəri göndərməlisiniz ki biz görək əlavə koltuq ala bilərikmi yəni o tarixlərə. Bir dəqiqə. İstanbul. Rahatlığınız üçün. İstanbul. Bax, misal üçün. Otel seçimləri qeyd olunur burada. Proqramdır. Yəni, əslində, burada çətin bir şey yoxdur. Sadəcə olaraq mən istəyirəm ki, indi belə deyək də, girdiyiniz zaman, tura girdiyiniz zaman ki, detallı şəkildə özünüz tanış olasınız, tanış olasınız proqramla ki, və sonda da misal üçün nə daxildir, nə daxil deyil, buna fikir verəsiniz və bu şəkildə müştəriyə məlumat verəsiniz. Yəni ki, mən həmişə demişəm də, mən fokuslandığım 2 dənə məsələ oldu da, bu müştəriyə dəqiq məlumat vermək, ödəmə məsələsi, yəni ki, ödəmələrdə necə deyim olmasın. Bizdə ödəmə məsələsi elədir ki, hər şey, yəni ki, kart vasitəsilədir, pay by kartdır. Yəni ki, sistemdə görürsən, non-refundable zaten həmən alırsan, refundable-sa o tarixə qədər gözləyirsən, yəni ki, problem yoxdur. Sadəcə olaraq charterlarda, bu blok turlarımızda orada biraz şərtlər dəyişir. Orada yəni ləğv etmədir, ücretsiz ləğv etmə, yəni ki, cərməsiz ləğv etmə girişə 1 aya qədərdir. Yəni girişə 1 aya qədər biz cərməsiz ləğv edə bilirik turu. Artıq 1 aydan az qalırsa, artıq ora cərmə sanksiyaları girir. Yəni, mən hal-hazırda bilirsiniz, bu bizim məhsul bu charterlar, belə deyil də, bu blok turlarımız deyil də. Onlar, misal üçün, nə düşünürəm? Bizim bazarda siz müştərilərinizə bir fərqli məhsul kimi bunu təqdim edə bilərsiniz. Kombo tur kimi. Misal üçün, İstanbul'a indi bəzən, Türkiyənin bir çox yerinə kampaniyalı aviabiletlər olur da. Misal üçün, 1-2 gecə İstanbulda, sonra İstanbul qalxışı İstanbuldan, misal üçün, gedir ya Misirdə istirahətini eləyir. Nəzərə alır ki, bizdə Hurqadada, bizdə ancaq Şarm-el-Şeyx Hurqadadan da, yəni bizim bazardan. Amma fərqlilik yaratmaq üçün Hurqadaya da misal üçün müştərini yönləndirmək olar. Düz deyirəm, Aynur xanım, yoxsa siz orada mənlə danışmırsınız? Mənlə danışmırsınız. Yox, mən sizinlə danışmırdım burada. Amma siz nə deyirsinizsə düz deyirsiniz. Yəni demək istədiyim odur ki, dəyərli həmkarlar, indi hələ ki charter, blok turları biz Azərbaycandan hələ ki etmirik. Amma inşallah yaxın bir gələcəkdə sizlərin dəstəyi ilə biz təbii ki bunu edəcəyik. Ən azından DMC olduğumuz istiqamətlərə bunu edə bilirik biz. Edə biləcəyik inşallah. Hal-hazırda məhsullarımız hələ ki bunlardır. Mən düşünürəm ki,
az məhsul deyil bunlar. Yəni Only Hotel bütün dünya üzrə mövcuddur. Bu arada GMC olduğumuz istiqamətlərdə və ya GMC olmadığımız istiqamətlərdə fərq etməz. Yəni mənə layaq olan agentlərə səslənirəm. Rəqib qiymətinə biz təsdiq edə bilirik çox zamanı. Bu prinsip necə işləyir? Çoxlarınız zaten bunu bilir. Sadəcə mənə yazmanız kifayətdir. Və dediyim kimi bu charterlara fərqli bir məhsul yaratmaq üçün Türkiyə çıxışlı belə deyək, Misirə, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Avropaya, Mərakeşə hətta var, bizdə blok turlarımız var Mərakeşə. Ora fərqli bir məhsul təqdim etmək üçün fərqli bir məhsul təqdim edə bilərsiniz öz müştərilərinizə bu şəkildə. Yəni kombo tur yaradaraq, yəni ki, biletini, otelini misal üçün İstanbula qədər, misal üçün deyirəm, ya da İzmirə qədər özünüz edirsiniz. Qalanı hər şeyə zaten paket şəklində bizdə sistemə girirsiniz, alış edə bilirsiniz. Hamısı garantiyalı turlardır, yəni rahat olun. Yəni bizim bunlar hamısı bütün charterlarımızdır. Bəzi istiqamətlərdə biz bütün uçağı almışıq, yəni bütün uçaq bizə aiddir, bütün qoltuqlar. Bəzi istiqamətlərdə misal üçün 80 qoltuq almışıq, yəni 60 qoltuq almışıq, o bu şəkildədir yəni. Yəni ki, garantiyalı turlar da hamıdır. Və xidmət baxımından tamamilə rahat ola bilərsiniz. Tamamilə öz müştərilərinizi, öz turistlərinizi bizə etibar edə bilərsiniz. Biz GMC olduğumuz bölgələrdə, yəni ən azından deyirəm, bu blok turlara aiddir, yəni deyirəm. Yəni orada heç bir müştəriniz, yəni orada mənim məsələyə həmən müdaxilə ola bilirəm, yəni həmən girirəm. Çoxunuz bilir, Sayın Nurxan, özünüz də çox gözəl bilirsiniz ki, mən bizim agentlər üçün necə yanıram, yəni necə deyərlər, çünki bu bir imicdir, bu bir belə deyək də, bu bir güvəndir, yəni bu bir agentlərin hörmətidir, simpatiyasıdır təbii ki. Bəzən elə olub ki, bəzən bu arada əgər burada kimsə varsa, istəmədən kimisə qəlbini bəlkə qırmışıqsa, üzr istəyirik dönə-dönə, yəni ki, o necə deyərlər, hamımız insanıq olub, yəni bəzən. Amma önəmli olan mən istəyirəm ki, siz əmin olasınız ki, mən hər zaman agentlərin yanındayım, agentlərin tərəfindəyim. Ki, həm münasibətlərimiz, həm satışlarımız, yəni başqa cür necə ola bilər ki, yəni sən agentin tərəfində olmalısan, agenti dəstəkləməlisən, yəni ki, o sənə necə deyərlər, loyal olsun, loyal qalsın, necə deyərlər. Amma yenə də deyirəm ki, müştərilərinizə dönə-dönə tapşırıram. Tələsmin, 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə fərq etməz. Gec cavab verin, amma doğru cavab verin, düzgün cavab verin müştərilərinizə. Və ödəniş almadan, yəni başınızı yakmayın, yəni. Ödəniş almadan riskə girməyin, yəni. Ödəniş almadan rezervasiya keçməyin, yəni. Ki, sabahsı gün problem yaşamamaq üçün. Yəni, belə deyim də, ümumi olaraq bugün demək istədiyim bunlar idi. Əgər kimin sənə sualı olarsa, əməkdaşlıqla bağlı, sistemlə bağlı və s. mən 24/7 sizin xidmətinizdəyim hər zaman. Mən sizin dəstəyinizə çox ehtiyacım var. Çünki burada bu şirkətdə daha doğrusu yolun başındayıq. Yəni istəyirik ki, mən istəyərdim ki, bu BTB Tursu yüksək pillələrə inşallah qaldıraq. Sizlərin dəstəyi ilə. Mən hər zaman dediyim bir söz var. Siz olmadan biz olmayız. Bu gerçək. Yəni siz olmadan biz olmarıq. Yəni biz vas, niyə было бы нас? Yəni bu faktdır. Ona görə də dəyərli həmkarlar, mən hər zaman
24/7 sizlərin xidmətinizdəyəm. Xahiş edirəm sistemi hər zaman dünya üzrə otellər olsun, dinamik turlar olsun, charter blok turlarımız olsun, Türkiyə çıxışlı. Onları hər zaman girin, baxın, müqayisə edin. Rəqib qiymətə təsdiq mümkündür, bunu da nəzərə alın. Və mənə elə bir dəstək olun ki, qısa bir zamanda mən ən azı GMC olduğum istiqamətlərə, risklərə girə bilim. Blok, soft bloklar, hard bloklar götürə bilim yəni. Onda da infoturlardır, relax turlardır, gözəl tədbirlərdir. Zaten onlar hamısı hər zaman yüksək səviyyədə bizdə olub. Yəni BTB Turs'da, yəni Türkiyədə misal üçün mən bu yaxınlarda qatıldım. Həqiqətən də çox, yəni orada agent saydı da, orada biz yaklaşık 3000'e yakın turizm agentliği bizimle əməkdaşlıq edir yəni. Bizdə aktif agent sayı məncə o qədər deyil, yəni o qədər ola bilməz. Yəni maksimum 200 olar ya olmaz, yəni mən belə düşünürəm, aktif. Yəni amma orada yəni tədbirlər və s. hər şey yüksək səviyyədə. Və mən bunları görüb belə pişmasım içimdə dedim, yox mən də istəyirəm bizim ən azı MDB ölkələrində, yəni Azərbaycan başda olmaqla o tədbirləri də həyata keçirtək, o charterlarda start verək. Yəni bunlar da ki, ancaq sizlərin dəstəyi ilə ola bilər. Mən misal üçün sabahsı gün rəhbərliyə deyə bilim ki, baxın, bu qədər agent artıq bizim sistemdən aktiv şəkildə istifadə edir, rezervasiya edir və biz artıq müəyyən risklərə girə bilərik. Yəni bu şəkildə. Belə, yəni bir gün bilməm, çox danışdım, amma uzun zamandan sonra bu qədər danışmam normal deyə düşünürəm. Hər birinizi, qatılan hər bir agentə təşəkkürümü bildirirəm. Çox var olun zamanınızı ayırdığınız üçün. Yəni, dediyim kimi, qatılan agentliklərə sabahsı gün işte infoturlar olsun və yaxud hansı bir kampanyalar olsun, yəni bilin ki, İlk yəni sizi belə nəzərə alacağım yəni. Ondan yəni əmin ola bilərsiniz. Mən necə deyirlər, çətin günləri, önəmli günləri unutmayan bir insana. Buna yəni əmin ola bilərsiniz. Belə dəyərli həmkarlar. Bir günlük demək istədiyim bu qədər. Çox sağ olun Elçin bəy, çox təşəkkür edirik. Mən özüm sizin sistemdə olan yeni məhsullarla tanış oldum. Doğrudan gözəl məhsullar var. Əslində bizim səhvimizdir ki, çox sistemi araşdırmamışıq. Sadəcə otellər var deyə bilirdik. Amma artıq tanıtımına başlayacağıq məhsulumuzun. Mən özüm BTB şirkətinlə Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə il olaraq tam xatırlaya bilmirəm, amma Şimali Kiprdə Pamtripə qatılmışam. Çox möhtəşəm infotur oldu. Hər şey yüksək səviyyədə, ən yaxşı otellərdə qonaqladıq. Proqram elə quraşdırılmışdı ki, həm onun istirahət eləmək üçün fürsətimiz var idi, həm də gəzib gördük, təkcə otellərdən ibarət olmadı. Ərazini də kifayət qədər kəşf eləyə bildik. Ona görə sizin peşəkarlığınıza, sizin şirkətin peşəkarlığına şübhəm yoxdur. Çox təşəkkür edirəm belə bir geri dönüş üçün. Bəli, o əslində çox gözəl bir məhsul idi, amma indi imkan vermədilər. Bilirsiniz, bu BTB Turs'luq bir şey olmadı. Bəli. Amma o zaman da BTB Turs heç bir şirkəti pis vəziyyətdə qoymadı. Özü də yəni böyük belə deyəcəm, onlara getsə belə, yəni heç vaxt yəni BTB Turs yox, heç kəsdən narazı geri dönüş eşitmədik. Hər şey həll olundu. Xoşlanıcı vəziyyətdə. Belə bir şey ola bilməz, yəni rahat ola bilərsiniz. Yəni güvən baxımından, xidmət baxımından hər bir agent tamamilə rahat ola bilər BTB Turs şirkətindən. Öz imicini düşünən bir şirkətdir. Mən də həmçinin harda oluramsa olum, çalışıram ki, yəni mənfiyə gedər şirkət, amma yəni agenti əgər bizdə yəni biz haqsızlıqsa pis vəziyyətdə qoymaz yəni. Buna tam əmin ola bilərsiniz yəni. Bax belə. Bu qədər. Bəlkə sualı olan tələbələrimiz var. Çünki mənə yazanlar oldu. Kiminsə sualı varsa buyurun səsləndirin. Elçin bəy buradadır, cavablayacaq. Bəli, çox yəni şad olaram səsləndirmək, cavablamaqdadır. Mən də dillər qarışır ümumiyyətlə. Bəzən gəl türk dilində, gəl rus dilində.
Mən bir sual vermək istəyirəm sizə. Elçin bəy, ödənişlərlə bağlı. Bildiyimiz kimi evro hazırda üzən məzənnədir, dollarda isə daha böyük sabitlik var. Orada siz qiymətləri göstərəndə həm dollar, həm evro ilə gördüm. Bəzi sistemlər var ki, biz həmin sistemlərdə hansı valyutanı istəsək, onunla seçib sabitləyirik. Amma bəzi Türkiyəyə bağlı olan sistemlər var ki, həm dollar, həm evro göstərirsə, yekunda mənə dollarla göstərsə belə evro ilə bərkidir qiyməti. Sizdə necədir vəziyyət? Mən Azərbaycan bazarını dollara bağlamanı qeydiyyatdan keçən hər bir agentliyi dollar olaraq qeyd edirəm. Amma dediyiniz kimi yekun olaraq evroya bağlıdır. Yəni mənim o dollarla gördüyüm rəqəm, mən bugün rezervasiyanı keçdim, sabah evronun qiyməti bahalaşdısa, 3 gündən sonra dollar rəqəmim dəyişə bilər, düzdür? Yox. Dollar nə görmüşsünüzsə hələ odur yəni. Azərbaycan bazarını mən dollara tənzimləmişəm. Sırf bütün agentlikləri qeydiyyatdan keçən bütün hamısını dollar eləmişəm ki, belə rahatlıq olsun deyə. İndi ödəmələrlə bağlı bu biraz ödəmələrlə bağlı müəyyən şeylər də edə bilərik. Yəni onu artıq fərdi mənə agentliklər, yəni siz də başda olmağına yazarsınız, mən sizə qeyd edərəm. Yəni sizin rahatlığınız üçün bir təklifim olacaq. Yəni bu bütün agentliklərə aiddir. Yəni ödəmələrlə bağlı hansı ki bir məsələ var. Onu mən indi burada səsləndirmirəm. O qoy özəl olaraq. Hal yazanlara olsun o cavab. Bəli. Belə. Sistemdən istifadə edin, bizə dəstək olun, yəni yanımızda olun, baxın, rezervasiya edin ki, dediyim kimi, mən yekun olaraq, yəni only hotel tamam, onlar hamısı satışlar inşallah getdikcə, qiymət yaxşı olandan sonra niyə də olmasın. Amma əsas məqsəd də istəyirəm ki, mən bizim blok turlarımız da olsun. Onun üçün də ki, maksimum o, mən Salih bəyə, yəni bizim rəhbərimizə, bunu sunmalıyam ki, baxın, bu qədər şirkət. Mən 2 həftə ərzində 150 şirkət qeydiyyatdan keçib bizim sistemdən. İnşallah ümid edirəm, arısa bu ayın sonuna qədər bu say 200-ə yaxınlaşar. Və dediyim kimi, hər bir şirkət aktiv olarsa, sistemə girib bütün xidmətlərdən, işte OnlyHot olsun, dinamik tur paketləri olsun, Türkiyədən çıxışlı charterlar, blok turlar olsun, arama verərsə, rezervasiya edərsə, mən sabahsı gün rahatlıqla soft, hard bloklara, ən azından DMC olduğumuz istiqamətlərə riskə girə bilərik. Baxın, belə. İnşallah. Hər birinizi. Çox sağ olun, sizə çox təşəkkür edirik. İnşallah növbəti webinarlarda görüşərik. İndiki webinar bitdikdən sonra sizin kontakt bilgiləriniz məncə paylaşılıb, amma təkrar olaraq bir də qrupda paylaşacağıq. Yəqin ki, yeni müraciətlər və yeni qeydiyyatlar olacaq. İnşallah. Çox təşəkkür edirəm Sayın Nurxan. Siz sağ olun. Hər bir agentliyə də, hər bir agentə də bol-bol satışlar arzu edirəm. Ruzli, bərəkətli, problemsiz, huzurlu. Çox sağ olun. Sağ olun. Sağ olun.